İranla Qərb arasında nüvə gərginliyi davam edir. Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar Tehranın işini daha da çətinləşdirib. İsrailin sərt açıqlamaları bölgədə eskalasiya riskini digər tərəfdən də artırır. İranın uran ehtiyatları ilə bağlı yayılan məlumatları isə tərəflər arasında güvənsizliyi dərinləşdirir. Əgər diplomatik çıxış yolu tapılmasa, yaxın şərqdə yeni qarşı durma ehtimalı istisna edilmiş. İranla Qərb arasında davam edən sanksiya gərginliyi Tehranın istədiyi kimi yekunlaşmayıb. Avropa İttifaqı BMT-nin oxşar addımından sonra İrana sanksiyaları bərpa eləyib. Qərb ölkələri Tehranı nüvə sazişinə əməl etməməsi yönündə ittiham eləyir. İran nə qədər nüvə proqramının mülki məqsədlə aparıldığını desə də, saflaşdırılmış uranın faiz miqdarı bu mövzuya şübhə toxumları səpir. 12 günlük müharibə zamanı endirilən zərbələrdən sonra Donald Trump nüvə proqramının tamamilə məhv edildiyini demişdi. Ancaq zaman keçdikcə məlum oldu ki, uran rezervlərinin heç də hamısı yox olmayıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə İranda 400 kiloqrama qədər 60% saflaşdırılmış uran ehtiyatı var. Kütləvi qırğın silahı üçün tələb olunan norma isə 90%-dir. Bundan əvvəl The Wall Street Journal iddia edib ki, Tehran uran ehtiyatını mühafizə etmək üçün yeni yeraltı bunker hazırlayır. Xəbərdən cəmi bir gün sonra İsrailin baş naziri Benyamin Netanyahu uran rezervinin harda olduğunu bildiyini açıqladı. Analitiklərin sözlərinə görə Netanyahunun bəyanatında həqiqət payı ola bilər. İsrail Kəşfiyyat Orqanı Massadın İran istiqamətindəki işinin kifayət qədər effektiv olduğunu qeyd etmək lazımdır. Ona görə də onlar şübhəsiz ki, İran daxilindəki istənilən bu hərbi və ya texnoloji sahələrdəki addımları və hərəkətlənmələri çox dəqiq izləyə bilirlər və İranın bu uran ehtiyatlarının da saxlandığı yer haqqında Massadın məlumat əldə etməsi tamamilə mümkündür. İran probleminin hələ ki İsrailin nöqteyi nəzərindən yanaşdıqda həll olunmadığını qeyd eləmək lazımdır. Ona görə İsrail belə deyək də əli tətikdə gözləyir. İranın nüvə mövzusunda ona təzyiq eləyən tərəflərlə uzlaşmaması yeni eskalasiya riski yarada bilər. Əgər deyildiyi kimi Tehran hələ də yüksək faizli saflaşdırılmış uran rezervinə sahibdirsə, İsrail yenidən öz təhlükəsizliyini prioritet göstərə bilər. Eskalasiya ilə bağlı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da xəbərdarlıq eləyib. Onun sözlərinə görə İrana yeni zərbə dalğası riski var və bu bəlkə də hazırda müzakirə olunur. Lavrov məqsədin İranı hərbi və iqtisadi cəhətdən boğmaq olduğunu bildirib. Tehran rəsmiləri isə təzyiqlərə boyun əyməyəcəklərini və lazım gələrsə cavab verməyə hazır olduqlarını söyləyirlər. İran siyasi dairələrindəki sərt xəttin tərəfdarları hesab edirlər ki, ölkə nüvə silahlarının yayılmaması haqqında müqaviləni tərk etməlidir. İndi İran parlamenti açıq şəkildə müqavilədən çıxmaq məsələsini müzakirə edə bilər. Amma belə bir addım çox ciddi risklər daşıyır. Əgər Tehran bu qərarı versə, bu İsrailin və ya Birləşmiş Ştatların hərbi müdaxiləsinə səbəb ola bilər. Belə bir halda İranın cavab imkanları çox məhduddur. Ölkə Fars körfəzində beynəlxalq sularda gərginlik yarada bilər. Amma bütün bu senarilər olduqca risklidir və bunlar İrana böyük xərclər və problemlər gətirə bilər. Qeyd edək ki, Avropa İttifaqının Tehrana tətbiq etdiyi son sanksiyalar geniş miqyaslı xarakter daşıyır. Sözügedən plan İrana silah ixracına və hərbi texnologiyaların ötürülməsinə qadağa qoyur. Həmçinin ölkəyə energetika avadanlıqlarının, qızıl və digər qiymətli metalların tədarükü qadağan edilir. Bundan başqa İran Mərkəzi Bankının və kommersiya təşkilatlarının aktivləri yenidən dondurulur.